İnanmaq və ya inanmamaq isə onların öz seçimidir. Mənim fikrimcə, onlar sadəcə kiminsə yuxu gördüyünə və ya kiminsə möcüzə yaşadığına görə inanmalı deyillər. Bu hekayələr də onları rahatlada bilər. Amma mən Əhməd Əl-Həsənin əleyhissalam dediyi kimi deyirəm. Biz istəmirik ki, kimsə bizi kör-körənə izləsin. Bizi izləyən ən pis tərəfdar niyə inandığını bilməyən cahil bir kəsdir. Elə bir kəs ki, tələsik şəkildə inanar və bu dəvətə beyət edər. Sonra da tələsik şəkildə ondan uzaqlaşar. Bu yola gələn hər kəs möhkəm ağaca bənzəməlidir. Kökləri torpağa bərk oturmuş və heç bir fırtına, heç bir küləklə sağa sola əyilməyən bir ağac kimi olmalıdır. O, ot kimi olmamalıdır ki, külək gələndə sağa sola əyilsin. Bizim ehtiyac duyduğumuz möminlər bu cür olanlardır. Bu səviyyədə bir yəqinə, əminliyə çatmaq üçün araşdırmalıdırlar və bilməlidirlər ki, mənim dediklərim məntiqlidirmi? Doğru danışıram, yoxsa yalan? Əgər yalan hiss edirlərsə, inanmasınlar. Onlar içlərində olan ayırt etmə ruhu ilə yollarına davam etməli və bir sonraki videoya keçid etsinlər və ya etmək istədikləri şeyi etsinlər. Amma əgər görsələr ki, mən yalan danışmıram, o zaman boyunlarında bir borcdur ki, bu dəvətə ciddi yanaşsınlar və vaxtilə İsa və həvariləri rədd edən yahudilər kimi olmasınlar. Onlar bu dəvətə diqqət yetirməlidirlər. Çünki düşünürəm ki, bu dəvətin sonunda onlar İsa'nı və İmam Mehdini əleyhissalam və onların məni göndərdiklərini təsdiqlədiklərini görəcəklər. Subhanallah və Abbas Sadiq, biz şahidlik edirik. Biz sizinlə bu yolda və bu illər ərzində ən böyük möcüzələri gördüyümüzə şahidlik edirik. Bizim gördüyümüz tək şey bu olub. Allah sizi qorusun, Aliyə.